Salam, hörmətli izləyicilər. Mən Ülviyə Əliyeva. Yenə dadlı tariflərimlə qarşınızdayım. Xoş gəlmisiniz kanalıma. Krem hazırlayıram. Tort bişirəcəm qızım üçün ad gününə. Videomu sona qədər izləyin. Gördüyünüz kimi boş qabağa qoyduğum yumşalmış yağdır və onu mikserlə yaxşıca ağarına kimi, yumşalına kimi qaçışdırıram və üzərinə 2 paket varan əlavə edəcəm və bu qatlaşdırılmış süddən istifadə edəcəm. Artıq yağımız hazırdır. Yavaş-yavaş qatlaşdırılmış südü əlavə edib mikserlə yenə qaçışdıracağım yaxşı-yaxşı. Videomu sona qədər izləyin, dəyərli, hörmətli izləyicilər. Kanalıma abunə olmağı unutmayın. Yenə gözəl, maraqlı videolarla qarşınızda olacağım. Sona qədər izləyin. Südümüzü yavaş-yavaş gördüyünüz kimi əlavə edib yağımızı qarışdırırıq. Bu kremdir, hörmətli izləyicilər, krem hazırlayıram. Öncədən mən tortumuzun biskvitini hazırlamışam, bişirmişəm və biskviti necə böləcəm, onu da sizə burada videoda təqdim edirəm. Kremimiz artıq yavaş-yavaş hazır olur. Valinimizi əlavə edirəm. 2 paket valin əlavə edəcəm, çünki krem çoxdur. Krem üçün istifadə etdiyim yağın miqdarı 400 qramdır. Burada kremdən götürüb əlavə boşqaba qoymuşam və üzərinə boya əlavə etmişəm. Sarı boya və bir də qırmızı boya əlavə edəcəkdim. Səhvən sarı boyalı kremimiz hazırdır. Bu boyamızı qırmızı edəcəkdim. Səhvən çəhrayı boya əlavə etdim və kremimiz çəhrayı oldu, pəmbə rəngində. Kremlərimiz artıq hazırdır. Tortumuzun biskvitini bişirmişəm gördüyünüz kimi. İndi onu sapla bölürəm. Baxın, beləcə bölürəm. Maşallah olsun. Əllərimizə sağlıq. Buyurun, baxın, maşallah, puç-puç içərisi pişmiş, çox gözəl. Tortumuzun biskviti və keçirəm tortumuzu hazırlamağa. Bəzək işləri, dekor işləri. İçərisini kremləyirəm hazırda. Kənarlarını da kəsmişəm. Kənarlarını kəsdim, balaca qız tərtəmiz yedi. Biskvitin kənarlarını. Bu arada həm də kremdən balaca qız yiyib. Bir də gördüyünüz kimi krem çox az qalıb. Baxın, beləcə. Burada falqanı kəsirəm. Tortun üzərinə qoyacağım. Çünki üzərinə tac qoyacağım. Zər əlavə edəcəm. Bunun üçün də falqa bizə lazımdır. Tortun içərisini həm də qoz əlavə etmişəm. Burada gördüyünüz kimi, baxın, baxıram ki, biraz falqanı çox kiçiltməliyəm. Birazca, çox deyəm, birazca. Artıq hazırdır. Tortumuzu kremləyirəm yanlarını, bəzək edəcəm, dekor edəcəm. Sona qədər izləyin, hörmətli izləyicilər. Kanalıma abunə olmağı unutmayın. Yavaş-yavaş hazırlayıram. Bu arada balaca qızım da dinc dayanmır. Allah saxlamış. Allah bütün balaları saxlasın, qorusun inşallah.
Dekor işlerimiz de bitir. Budur. Ellerime sağlık. Tortumuz çok güzeldi. Kızım için ad gününe hazırladığım. Bu tort Brent tortdur. Bu tortu belə hazırlamağımı, Brent tort hazırlamağımı kızım məndən istemişti ki, ana mənim ad günümdə də Brent tort hazırla və mən hazırladım. Gördüyünüz kimi. Ümid edirəm siz də və qızım da çox bəyənəcək. Ellərimə sağlıq. Videomu sona qədər izləyin. Buradan qızımı da ad günü münasibətilə təbrik edirəm. Həyatı ömrü tort gibi şirin, gözəl, parlaq olsun inşallah. Arzuları gerçək olsun. YouTube kanalıma abunə olmağı unutmayın. Qarşıda çox gözəl, maraqlı videolar olacaq. Videonun sonu kızımın ad gününə hazırladım. Necədir? Onu da nəzərinizə çatdırım ki, xüsusi şprisim yoxdur naxış vurmağa, bəzək vurmağa. Onların rəngində olsun bu üzərində vurduğum naxış dekor. Sadəcə səfər rəngi, pəmbə rəngi elədim, çəhrayı rəngi elədim. Amma qırmızı istəyirdim olsun. Çünki renklər də qırmızıdır. Tortun görünüşü necədir? Kızımın ad günüdür. Görürsünüz, balaca kızım dinç dayanmır. Videonu YouTube kanalımda da paylaşacağım. Ümid edirəm ki, çox beğenirsiniz. Salam hörmətli izləyicilər, ad günümü təbrik edən hamıya çox təşəkkür edirəm. YouTube kanalımıza abunə olmayı, like etməyi unutmayın.